Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizlərə Xırdalanda tam mərkəzdə, Köhnə bazarın yanında, əsas prospektin kənarında 16 mərtəbəli binanın 12-ci mərtəbəsində ümumi sahəsi 63 kvadrat metrdən ibarət qanuni bir otaqdan 2 otağa düzəlmə, yarı əşyalı, hazır kupçalı bir mənzil çəkib təqdim edirik. Çox super bir təklifdir dəyərli izləyicilər. Bu binada, bu kompleksdə demək olar ki, mənzil çox nadir hallarda satışa çıxır. Mənzilin qonaq otağı zalıdır, döşəməsi parketdir. Mənzildə bəzi əşyalar qeyd etdiyim kimi götürüləcək, bəzisi qalacaq. Ev sahibindən danışa bilərsiniz. Qiymət əla qiymət təyin edilmişdir. Mənzilin eyvanı vardır dəyərli izləyicilər. Öncədən təqdim edim. Eyvana keçid həm mənzilin bu qonaq otağı zalından, həm də mənzilin yataq otağındandır. Mənzildə mətbəx bu hissədə salınmışdır. Girişdən daxil otağa sağ tərəfə gəlişdir mətbəx. Belə bir ara kəsim minaralı kəsilib belə düzəldilmişdir. Görürsünüz. Burada da soyuducu və paltar yulan götürüləcəkdir. Mənzilin dəhlizidir. Geniş bir kvadratına görə dəhlizi var, holu var. Dəyərli izləyicilər, mənzildə giriş qapısıdır. Sağ tərəfdə gəldikdə mənzildə yerləşir mənzilin ümumi sanitar qovşağı, bütün aksesuarlar vardır. Sistemi, kombi radiatorun bateriyaları vardır. Sağ tərəfdə sizə mətbəx və mənzilin qonaq otağı zalına keçid etdim, təqdim etdim və girişdən daxil olduqda qarşı-qarşıya gəldikdə mənzildə yerləşir mənzilin yataq otağı. Buradan da bu iki şkaf götürüləcəkdir. Ev sahibinin mənəvi dəyəri var, ona görə götürəcək və mənzilin eyvanına etdiyim keçiddə həmçinin bu yataq otağındandır. Qiymət əla qiymət təyin edilmişdir. Elit binadır, çox gözəl binadır. 16 mərtəbəli binanın 12-ci mərtəbəsində 63 kvadratlıq bir mənzil. Binada 2 mərtəbə yeraltı avtodayanacaq vardır, sürətli liftləri vardır. Çox gözəl bir təklifdir. Bu təklifi dəyərləndirməyə çalışın. Dəyərli izləyicilər, əgər sizin Xırdalan şəhərində hər hansı satlıq əmlakınız varsa, mənzil satırsınızsa, mənzil almaq istəyirsinizsə bizə müraciət edin. Bizi YouTube, Instagram, TikTokdan izləməyə davam edin. Bu günə bu qədər. Çox sağ olun.